Tək başınayam sanatoriyada. O mənə dedi ki, ürəyin nə qədər istəyir qala bilərsən burada. Çəkə bilərsən. Ürək döyüntülərimi yavaş-yavaş boğazımda hiss etməyə başlayıram. Ora-bura baxıram və dəqiq hara addım atacağımı bilmirəm. Amma hədəfim son mənzil adlanan o qorxunc zirzəmidir. Həyəcanlıyam. Gəlin buradan başlayaq. İlk öncə gedək yuxarı. Buranın ən dəhşətli yeri aşağı tərəfidir. Aşağı ən qorxunc yerdir. Amma istəyirəm birinci biraz yuxarıları gəzdirim sizi. Yuxarıları da görün. Yuxarıda sinif otaqları olub, uşaqlar üçün kilsə olub. Teatr zalı, konsert zalı olub xəstələr üçün. Buraya yemək zalı olub.